Hər birinizi salamlayıram. Bu gün istəyirəm ki, 5 maddədə kitab oxumaq haqqında danışaq. Görək bu kitab oxumanı necə özümüzə formalaşdıra bilərik? Ümumiyyətlə kitab oxumağın bizə faydaları nələrdir? Elə bunlar haqqında 5 maddə ətrafında sizlərlə danışmaq istəyirəm. Ümid edirəm ki, faydalı olacaq. Gəlin, çox vaxt itirmədən başlayaq birinci maddədən. Niyə kitab oxumalıyıq? Kitab oxumaq insanın dil qabiliyyətini olsun, düşüncələrinin formalaşmasını olsun və ümumiyyətlə həyatının hər hansı sferası olursa olsun, mütləq şəkildə ora bir təsir və iz buraxan bir məsələdir. Həmçinin bir nümunə də vermək istəyirəm. Beyin gündəlik olaraq müəyyən məlumatları öyrənməlidir. Hər günü digər keçən gündən daha faydalı olmayan və beyin özünü bu formada inkişaf elətdirməyən bir şəxsin beyni buğdanı una çevirən aparat var. Yumru qədimlərdə olan yumru iki daşdan ibarətdir. Bu formada buğdanın içinə töküb üyüdürlər. Onun içinə biz buğdanı tökməsə o daşlar bir-birini yeməyə başlayır. Eyni bu şəkildə beyin də başlayır. Əgər biz beyinə yeni məlumatlar ötürməsə, beyin də o buğdanı üyüdən qurğu misalı başlayır insanın beyninin öz-özünü yeməyə. Ona görə də gündəlik olaraq yeni məlumat öyrənməli olsun. Bu məlumatı istər kitabdan olsun, istərsə də sosial mediadan olsun. Yaxşı olar ki, kitabdır və bu bənzəri bir məqalə, bu kimi şeylərdən öyrənməyə çalışaq. Bütün bunları öyrənmək bizim beynimizin daha diri, daha canlı qalmasına gətirib çıxardır. Və beynimizin mütləq şəkildə yeni məlumatları əldə etməsinə ehtiyac var. Və həmçinin də biz bəzən bir şəxsə deyəndə ki, niyə kitab oxumursan, deyir ki, mənim kitab oxumağa vaxtım yoxdur. Kitab oxumaq üçün vaxtın olmağına ehtiyac, yəni boş vaxt axtarmağına ehtiyac yox. Kitab oxumaq üçün o situasiyanı biz özümüz yaratmalıyıq. Yeri gələr yolda gedəndə kitab oxuyarsan, yeri gələr hər hansısa bir situasiyada oxuyarsan onu. İkinci bir digər məsələdə kitab oxuma vərdişini necə formalaşdırmaq var? Kitab oxuma vərdişini formalaşdırmaq üçün əgər heç ümumiyyətlə bu günə qədər kitab oxumamısınızsa, ümumiyyətlə həyatınızda kitab oxuma vərdişi ilə bir şey yoxdursa, bunu formalaşdırmaq üçün gündə az-az, azar-azar. Bunu dəqiqə olaraq da məsələn 5 dəqiqə qoyub nə qədər oxuya bilərsinizsə elə də oxuya bilərsiniz. Və demək olar gündəlik müəyyən bir özünüzə hədəf qoyursunuz. 5 səhifə, 3 səhifə, 2 səhifə, amma bunu mütəmadi olaraq eləməyinizi istəyirəm. Bəzən belə bir şey olur ki, meymun iştahlıq deyilən bir şey olur. İnsan bir şeyə başlayanda, yeni bir vərdişi formalaşdırmaq istəyəndə ona bir meymun iştahlıq gəlir. Yəni deyək ki, sən kitabın 5 səhifəsini oxuyursan və bir hekayə kitabı oxuyursan, maraqlı gəlir. 6-cı səhifədə nə olar, 7-ci səhifədə nə olar? Həmin günü sən 5 səhifəli oxumalı ikən oxuyursan 20 səhifə, 30 səhifə, 40 səhifə deyə həvəslə oxuyursan və deyək ki, 10 səhifə, 15 səhifə oxuyursan həvəslə və nəticə etibarilə ondan sonraki günü oxumaq istəmirsən. Burada qırılma nöqtəsi burada başlayır ki, o kitabı məsələn 5 səhifə qoymusunuzsa hədəf özünə, nə qədər sənin marağın onun 6-cı, 7-ci səhifəsini oxumağa meyl eləsə də o 5 səhifədə o kitabı buraxmaqdadır və ya 5 dəqiqə qoymusan, o 5 dəqiqədə kitabı buraxmaqdadır. Bunu bir müddət eləmək lazımdır ki, o kitab oxuma vərdişi formalaşsın və bir də ilkin olaraq kitab oxuma vərdişini formalaşdırmaq istəyən şəxslərə tövsiyə olaraq onu deyə bilərəm ki, səhifə sayısı az olan kitablarla başlasınlar. Çünki bəzən 400-500 səhifəlik bir kitabı alıb oxumağa çalışanda onu yarıda buraxmaq olur və yarıda buraxılmış kitabın da insana psixoloji olaraq və mənəvi olaraq verdiyi bir ağırlıq var. Ona görə yaxşı olar ki, kiçik bir kitabla başlayır, səhifəsi az olan 100 səhifə, 90 səhifə olan bir kitabla başlayır. Onu yavaş-yavaş oxuyur, onu bitirir. Onu bitirmənin verdiyi o motivasiyanın digər kitabları da başlayıb bitirmə ehtimalı daha yüksəkdir. Nəinki birdən 600 səhifəyə başlayıb onu yarımçıq qoymaq, bu daha ağır, daha belə deyim də növbəti kitab oxuma prosedurların hamısına zədə verəcək bir məsələdir ki, adam deyir ki, mən 600 səhifəlik bir kitaba başladım, onu yarımçıq qoydum. Bir digər bununla bağlı izah eləmək istədiyim bir məsələ, hansı növ kitabı oxumalıyıq? Burada tövsiyə edirəm ki, öz xislətinizə uyğun janrı tapana qədər bir neçə müxtəlif janrları oxuyasınız. Baxar görək bu hansı roman ola bilər və yaxud da detektiv roman xoşlaya bilərsiniz. Digər psixoloji kitabları xoşlaya bilərsiniz, sosioloji kitabları xoşlaya bilərsiniz, tarixi bir kitabları xoşlaya bilərsiniz. Bu yaxşı olar ki, siz özünüzü bunların hər birini vaxt ayıraraq ən azı biraz 1-2 səhifə oxuyaraq yoxlamaq lazım görək mənim hansı məni daha cəlb edir. Deyək ki, seçdim ancaq roman oxumağı. Roman ancaq bir janrı oxumağın da ziyanı var insana. Məsələn, mən ətrafımda görmüşəm ki, detektiv janrı kitab oxuyan insanların bir şeyləri mühakimə etmə qabiliyyəti daha yüksək olur. Bunu qəbul edirəm, amma hər şeyə şübhə ilə yanaşırlar.
sadə bir məsələdə belə ən xırda detalını şübhə ilə yanaşmağa başlayırlar. Bu artıq insanın sosial münasibətinə zədə biləcək səviyyədə gəlir. Məsələn, deyək ki, bir insan daimi şəkildə psixoloji bir kitab oxuyursa, o da hər şeyə psixoloji yanaşmaya başlayır. Bunların hər birini tarazlaşdırılmış bir formada oxumaq, janrların hər birini, yəni deyək ki, bir insanın bir janrdan daha çox xoşu gəlir, mən bunu qəbul edirəm, oturub o janrdan daha çox məşğul ola bilər. Amma ara-ara müəyyən fərqli janrlara girmək daha yaxşı olar ki, bu insan bir janra fokuslanıb orada qalmaz. Fərqli janrlar görərək həyata və fikirlərə tamam fərqli bir hər janrın özünə məxsus xüsusiyyətləri var və hər janr insanın düşüncələrinə fərqli bir iz buraxır. Məncə bunların hamısından da faydalanmaq bizim üçün daha yaxşı olar. Bir də onu demək istəyirəm ki, mən bir janra, öz şəxsi həyatımda demək istəyirəm ki, bir janra, bir kitaba və yaxud da bir mövzuya dair kitablara o vaxt bağlı qalıram və o vaxt daha çox oxuyuram ki, həmin mövzuda mən məsələn bir təlim, bir seminar, bir webinar hazırlayıramsa və ya özüm üçün nəsə bir təqdimat hazırlamalıyamsa, bu mövzuya dair beynimə mümkün mərtəbə siqnallar, mesajlar göndərməyə çalışıram. Bu YouTube-dan ola bilər, sosial mediadan ola bilər və yaxud da hər hansısa bir, deyək ki, eyni mövzuda yazılmış fərqli şəxslərin kitabları ola bilər. Bunları alıb oxuyuram. Bu insanın məsələn bu nöqteyi nəzərdən eyni janrda qala bilər ki, insan nəsə bir fərqli bir şey ortaya qoymaq istəyir və bir mövzuda araşdırma aparmaq istəyir. Buna görə fərqli kitablar oxumaq, eyni janrda olan kitabları daha çox oxumağı tövsiyə edə bilərəm. Çünki bunu mən özüm də elədiyim bir şeydir və daha faydasını da gördüyüm bir şeydir ki, məsələn, daha çox fikirlərimin formalaşması və həmin mövzuda daha çox fikirlərimin yaranması üçün o mövzuya bir növ məruz qalmağım məni o mövzuda düşüncələrimin ortaya çıxmasına köməklik göstərir ki, mən o mövzuya nə qədər məruz qalsam, düşüncələrim də ona yönəlik olmuş olur. Kitab oxumaq deyəndə bir məsələ gəlir. Çox oxuyanmı? Məşhur bir sualdır əslində qalsa, çox bilər, yoxsa çox gəzənmi? Mən burada hər birinin ayrı spesifik olaraq sizə izah eləməyəcəyəm. Qısacası onu demək istəyirəm ki, nə çox oxuyan, nə də çox gəzən yaxşıdırlar. Əsas məsələ oxuduqlarının və gəzdiklərinin fərqində olmaqdır. Yəni bir insan düşünün, tonlarca kitab oxuyur. Bu dəqiqə məsələn bizim gənc tayfalarının adətidir. Əlinə kitab keçir, oxuyur və nəticə etibarilə onun kitab oxumasının arxasında yatan yeganə səbəb nə qədər çox kitab oxuduğumu insanlara göstərməkdir. Oxuduğu kitabları paylaşmaqla, digər şeylər eləməklə. Bunun qəsdi nədir? Bilsinlər ki, mən çoxlu kitab oxuyuram, intellektual səviyyədə çox yaxşı birisiyəm. Bu vibe-ı, bu ruhu vermək istəyir insanlara. Məsələ nədir amma? Çox oxuyanmı, çox gəzənmi məsələsində insan həyatın, oxuduqlarının, gəzdiklərinin, gördüklərinin fərqində olmadığı müddətcə, yəni insanın ruhuna ondan nəsə bir faydası toxunmadığı müddətcə o oxuduğunun da, o gəzdiyi yerində bir fərq yoxdur. Düşünün, bir tarixi yerə gedən insan ancaq əlinə telefon götürüb şəkil çəkirsə, oradakı tarixi hadisələri biraz təfəkkür edib düşünmürsə və oxuduğu bir kitabda keçən bir hadisə, yaşanmış bir hadisədən özünə nəticə çıxartmağa çalışmırsa, o bir yox, milyon dənə kitab oxusa, yenə də nə qədər ki o insan intellektual görünümünü verməsinə rəğmən o insanın anlamasına, o insanın həyatı daha yaxşı dərk etməsinə səbəbiyyət verən oxuduqlarını düşünmək. Bu gün əgər bir insan çox oxuyursa, oxuya bilər, amma oxuduğunu nə dərəcədə düşünür? Bu sual altındadır. Bir insan çox gəzə bilərmi? Gəzər, çoxlu ölkələrə gedər, çoxlu səyahət edər, amma bu səyahətlərdən o nə nəticə çıxarır? Yəni hər bir nəticə səyahətlərdən, hər bir oxuduğu kitabdan bir nəticə çıxarmağı bilməyən adam, bilməyən şəxs dolayısı yolla nə qədər kitab oxusa da, nə qədər gəzsə də və hətta bunların ikisini paralel oxusa, həm gəzib, həm kitab oxusa da, bu insan öyrəndiklərini, gördüklərini anlamaq kimi başa düşmək kimi bir yolun arxasına girmədiyi müddətcə bu insanın intellektual səviyyədə yetişməsini deyə bilmərik. Son olaraq 5-ci maddədə onu da demək istəyirəm ki, oxuduqlarım niyə yadda qalmır? Bu, kitab oxuyan insanların özünə və ətrafına verdiyi suallardan birisidir ki, mən kitab oxuyuram, dəfələrcə də kitab oxumuşam, oxuduğum kitabı bitirən kimi, hətta bir səhifədən digər səhifəyə keçəndə əvvəlki səhifədə oxuduğum şey yadımdan çıxır. Bu, təbii və normal bir şeydir. Oxuduğun hər bir şey mütləq şəkildə yadında qalmalıdır deyə bir şey yox. Sadəcə bir şey demək istəyirəm. Bu, bizim fərqində olduq və ya olmadıq şuur altımıza yazılır. Fərqində olduqca
olduqca daha bizim özümüzə müsbət təsir göstərir ki, mən bu işin fərqindəyəm və şuuraltım da məni dəstəklədiyi üçün həmin məlumatla hərəkət etmək daha asandır. Və belə olduğu təqdirdə, məsəl üçün, kitab oxuyan mən əvvəl müəyyən müddətdə mən də özümə bu sual vermişəm ki, insan bu qədər kitab oxuyursa, niyə məsələn, hardadır faydası? Niyə oxuduğum kitablar hamısı yadımda qalmır? Amma sizi inandırım ki, öz fikirlərinizin formalaşmasında, cəmiyyət ətrafında çıxıb rahat danışa bilmənizə, hətta kitab oxumayan bir topluma girib, orada öz fikirlərinizi daha sərif bir şəkildə ifadə eləməyə oxuduğunuz kitabların mütləq şəkildə sizə faydası olur. Hətta mənə elə hadisələr yaşamışam ki, məsələn, orada oxuduğum kitabdan başıma orada bir hadisə yaşanıbdı və orada həmin hadisəyə verilən reaksiya var. Mən instinkt və təbii olaraq oxuduğum kitabda baş vermiş hadisəyə verilən reaksiyanı vermişəm. Sonradan görmüşəm ki, bu mənim əslində qalıb oxuduğum kitabda hadisəyə verilən reaksiya imiş. Eynidir yəni. Nə demək istəyirəm? Şuuraltı sizə ona lazım olanda, ehtiyac yarandığı təqdirdə şuuraltı onu sizə təqdim edəcək. Çünki bu gün şuuraltının insana oynadığı oyunlar olsun, onun insanlara faydası, ziyanı ətrafda danışılır. Bununla bağlı araşdırma da edib görə bilərsiniz. Həqiqətən bizim öyrəndiklərimiz, biz zənn edirik ki, bizim yadımızda heç nə qalmır. Amma sizi inandırım ki, yeri gələndə, məqamı gələndə həmin şeyi oxuduqlarınızın sizə faydasını mütləq şəkildə görəsiniz. Sadəcə bunu görmək üçün də biraz ayıq olmaq lazımdır ki, həqiqətən, məsələn, mən bir hadisə yaşadım. Bu hadisə mənim oxuduqlarımla nə qədər əlaqəlidir? Bu günə qədər oxuduğum hər bir şeylə, bu günə qədər oxuduğum kitabların əlaqəsi varmı? Və ya gəzdiyim yerlərlə bunların əlaqəsi varmı? Bunların hamısını özümüzə sual verərək, biraz aktiv şəkildə özümüzü mühakimə edərək bunları daha yaxşı görə bilərik. Son olaraq da kitab oxuma vərdişini formalaşdırarkən bir şeyə də diqqət çəkmək istəyirəm ki, gündəlik həyatda təbii ki, burada yemək içməyinə, nələri yeyib, nələri yemədiyinə diqqət edən, yeməməli olduğuna diqqət edən insanlar varsa, bunlar kitab oxumağa başlayarsa, bu insanlara tövsiyəm də olardı ki, artıq bu gündən etibarən qidaya diqqət elədikləri kimi kitablardan da hansı kitabları oxuyub, hansı kitabları oxumayacaqlarını özlərinə bir test eləməyə başlasınlar. Yəni, bunu eləməkdə məqsədimiz nədir? Bəşərin yazdığı bir kitabdır və hər bəşərin yazdığı bir kitabda öz düşüncəsini qarşı tərəfə təlqin eləməyə çalışır. Yəni, bəzən deyirlər, bir kitabın qədəri onu oxuyana bağlıdır. Bununla yanaşı, istər-istəməz sənin qarşı tərəfin bir mövzusunun barəsində yazılmış kitab qarşı tərəfin düşüncələrinin təzahürüdür orada. Ona görə də bir kitabı, məsələn, müəyyən bir fundament oturmamış şəxslər deyək, kitabı oxumağa təzə başlayır və bir fundament oturmuyubdur. Bu adama gətirib hər fəlsəfədən bir kitab, dindən bir kitab, psixologiyadan bir kitab, həmçinin ağır-ağır kitablar versən, bu adam bir müddət sonra o şəxsin daha doğru olduğu düşüncəsinə girib, yəni bir növ özünü çox bir yükün altına salmış olasın. Amma fundamentala oturmuş, öz fundamentlərini formalaşdırmış bir oxuyucu şuurlu şəkildə bir kitabı oxuyursa, o mənfi bir kitabı oxusa belə də, deyək ki, orada mənfi hadisələrin, mənfi fikirlərin tüğyan elədiyi bir kitab olsa belə də, sizə inandırım ki, faydalı bir fundamentə oturmuş bir şəxs oradan faydalı bir şeylər götürməyə çalışar. Qurcalayar ki, burada bu qədər mənfi var, yaxşı mənfiləri gördüm. Daha müsbət burada nə var? Çünki hər kəsin mənfi bir şəxs düşüncəsində olan insanın belə ətrafında bir dərinləməsini, onu bir check-up edəndən sonra, dərinləməsinə bir yoxlanış edəndə onun da sənə faydalı olan bir nöqtəsini mütləq şəkildə görəsən. Ona görə də çalışaq ki, mədənimizə girən, ağzımıza girən qidanı nə qədər analiz ediriksə ki, bu özdə bir sual altındadır. Bunları analiz edildikdən sonra bir digər məsələ də oxuduqlarımıza, nəyi oxuyuruqsa biz bir müddət sonra onun şəklinə bürünmüş oluruq. Ona görə də mütləq şəkildə hansı kitabı öncəliklə oxumalı olduğumuzu, hansı kitabı oxuyub onun həyatımıza tətbiq eləməyə çalışmalı olduğumuzu və kitabların bizdə buraxdığı izləri biz özümüz həyatda hansı şəkildə buraxırıqsa, bunu da mütləq şəkildə özümüzə bir sual verək. Məni dinlədiyiniz üçün çox sağ olun. Videonu çox uzatmamaq ümidi ilə düşünürəm sizə faydalı oldum. Bununla yanaşı fərqli mövzularda görüşmək ümidi ilə hələlik sağ olun.